Qoğalı necə hazırlayıram bu videoda görəcəksiniz. Öncə aparanı hazırlayıram. O özünə gələnə kimi xəmirin quru ərzaqlarını qarışdırıram. Unu isə eləməyi unutmuruq. Bir neçə dəqiqəyə may aktivləşdiyinə digər ərzaqları da qarışdırıb qəşəng xəmir yoğururam. Üzərinə bastırıb gəlməsi üçün gözlədirəm. Xəmir gələnə kimi isə içliyimi hazırlayıram. Mən şor qoğal sevsəm də evdəkilər sevmədiyinə görə həmişə məcburən şirin qoğal hazırlayıram. İçliyinə də, xəmirinə də sarı kök əlavə edirəm. Sarı rəngdə olmasını çox xoşlayıram. Xəmirim çox gözəl acıyıb, hissələrə bölürəm, kündələyirəm. Yarısını səpmə, yarısını isə içini doldurma edəcəm deyə 2 hissəyə böldüm. Hər birinə 6 kündə getdi. Kündələri bir-bir yayıram. Mətbəx dəzgahını öncə duru yağla yağlayıb, ilk yuxanı bura yerləşdirirəm. Ardıca isə öncədən əritdiyim kərə yağı ilə xaların arasını yağlayıram. Sonuncu qatı isə yağlamıram, kəsməyə başlayıram. İçərisini doldurmağa tələsmirəm. Rulonları da kündəyə gəlməsini gözləyirəm ki, rahatlıqla doldurmaq olsun, cırılma və s. olmasın. Hər birinin içərisinə hardasa 2 xörək qaşığı içli yerləşdirirəm. Bu formada da biraz gözlədirəm. Burada da kündəyə gəlir. Üzərinə çəkəcəyim yumurtanı da hazırlayıram. Kündəyə gəldikdən sonra ehmalca tərs üzündən bastırıb soba listinə yerləşdirirəm. Üzərinə yumurta çəkib küncü səpirəm. 160 dərəcədə, alt üst rejimdə də, konveksiya rejimində də bişirə bilərsiniz. Hazırlayacaq olan hər kəsə nuş olsun. Bugünlük bu qədər.